Hər bir hadisə Allahın xəbəridir bizə. Hər bir hadisə. İstisna eləmirəm heç bir hadisəni. İnsan özü ilə həmahəng baxmalıdır onun başına gələn hadisələrə. Daxili ilə əlaqəli şəkildə baxmalıdır. Və belə olduqda insan Allahı görməyə başlayır. İnsanın, bir dənə sizə söz deyim, Allahı görməsinin yeganə yolu özü ilə məşğul olmasıdır. Özü ilə məşğul olmayan, daxilindən xəbəri olmayan insan düz yolu gedib Allahı tapa bilməz, heç nəyə də nail ola bilməz. O qədər vacib məsələdir bu. Allahın kimliyini bilmək üçün içini araşdırmalısan. Onda görəcəksən ki, Allahın hər bir başına gətirdiyi hadisə onun səninlə söhbətidir, səni islah etməsidir. İnsanın daxili aləmi çox cazibəli aləmdir, çox maraqlı aləmdir, çox maraqlı aləmdir. İnsan öz aləmini kəşf edirsə, daxili aləmini, bütün varlıq aləmini kəşf edir, hətta Allahı tanıyır. Gedin soruşun, baxın, hansı alimə etimadınız var. Deyin, gedin soruşun ki, Allahı tanımağın, özünü tanımadan başqa yolu varmı? Qətiyyən əmin olun ki, cavab verəcək ki, xeyr. Allahı ağacda, budaqda, dağda, daşda, kənarda yox, içəridə tapmaq lazımdır. Və bu yollardan biri deyil, bu yollardan yeganəsidir. Allah tanıma iç mərifətdir, daxili mərifətdir. Daxilə seyr etməkdən keçir. Allah öz mərifətini içdə yerləşdirib, içəri baş vurmaqla kəşf olunur. İnsan bütün varlıq aləmini tanımağının qapısı, pəncərəsi özünü tanımasıdır. Allahı tanımağının qapısı, pəncərəsi özünü tanımasıdır. İnsan özü ilə məşğul olanda bilirsiniz, mənzərə dəyişir gözündə. Mənzərə dəyişir. Dünən əhəmiyyətsiz bilib keçdiyi hadisələr məna kəsb etməyə başlayır. Həyatın hər saniyəsi, hər anı məna kəsb eləməyə başlayır. İnsan nəhayət özünü tanıyanda bu nəticəyə gəlir ki, bütün varlıq aləmi, bütün insanlar sən demə əl-ələ verib ki, məni islah eləsin. Allah belə tənzimləyib. Bütün insanlar, bütün hadisələrin bir hədəfi var ki, məni islah eləsin. Hadisələr belə tənzimlənir. Bu yandan da kamera qoyublar, izləyirlər səhərdən axşamacan. Maraqlı olan nədir? Kamera ilə baxır. Sənin reaksiyaların. Hadisələr yox, hadisələrə verdiyin reaksiyalar, hadisələrin hikmətini kəşf etməyin. Hadisənin sənin daxilində hansı hisslə əlaqəli olması, bu mühüm məsələdir. Bax, diqqətlə baxın, özünlə məşğul olanda görəcəksən ki, bax, bu hadisə mənim başıma gəldi, filan zəifliyimlə bağlı idi. Bu hadisə, görəcəksən, kimsə bunları sapa düzüb sən demə. Sən deməli, həyat bu imiş, bundan başqa bir şey deyilmiş.